İyul ayının 13-ü, 14-ü Mədəniyyət Mərkəzimiz Şuşa önəmli bir tədbirə ev sahibliyi etdi. 4-cü Şuşa Qlobal Media Forumuna. Və burada məhz Cənab Prezident çox xüsusi detallara toxundu, önəmli mesajlar verdi. Məhz mesajların müzakirəsini aparacaq. Eyni zamanda ayın 14-ü Slovakiya Prezidenti Azərbaycana səfər etdi. Səfər zamanı önəmli detallar var idi. Məhz o detalların da müzakirəsini studiyamızda aparacağıq. Xoş gördük, hörmətli tamaşaçılar. Mövzu ilə bağlı qonaqlarımız iqtisadçı ekspert Cavatan Qasımov, eyni zamanda jurnalist İlkin Rızayevdir. Xoş gördük hər birinizi studiyamızda. Xoş gördük. Söhbətimizə keçməmişdən öncə mən təklif edirəm ki, Cənab Prezidentin məhz Slovakiya Prezidenti ilə görüşdə, mətbuata bəyanatında önəmli detallar var idi. Onu izləyək, davam edəcəyik. Bugün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair birgə bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra edilməsi əlbəttə ki, güclü siyasi iradə tələb edir. Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və bugün Cənab Prezidentlə birlikdə Ağdam rayonunun baş Gərvənd kəndinə biz gedəcəyik. Burada Slovakiya şirkəti ağıllı kənd layihəsini icra edir və bu layihə ilə tanış olacağıq və bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Biz izlədik Cavatan müəllim, Cənab Prezidenti məhz Slovakiya-Azərbaycan münasibətlərini özündə əks etdirən önəmli detalları vurğuladı. Mən deyərdim ki, Slovakiya-Azərbaycan münasibətləri təkcə iki tərəfli münasibət yox, eyni zamanda Avropa İttifaqı ilə münasibətlər baxımından da önəm kəsb edir. Çünki Azərbaycan məhz Avropaya qaz ixrac edən önəmli tərəfdaş ölkələrdən biridir. İlkin olaraq mən istərdim, məhz bu münasibətlərin tərkib hissəsinə, detallarına baxaq. Cənab Prezident qeyd elədi ki, hansı ki bizim aramızda strateji tərəfdaşlıq haqqında artıq bəyannamə mövcuddur. Bir də xüsusilə yer diqqətimi çəkdi. Məhz həmin yerdə Şuşa bəyannaməsi imzalanmışdı. Bəli, buyurun. Çox sağ olun. Slovakiyanın prezidentinin Azərbaycana səfəri həqiqətən də bir ölkənin başçısı olmağından əlavə də böyük bir missiyanın davamı, məntiqi davamı kimi qiymətləndirmək olar. Çünki iyul ayının 1-də Avropa Komissiyasının prezidenti də Azərbaycana səfər etmişdi və burada danışılan, müzakirə olunan məsələlərin gerçək müstəviyə keçirilməsi mərhələsi artıq başlayıbdır. Və Slovakiyada Avropa İttifaqının bir üzvü olmaqla məncə bu proseslərin də bir davamlılığının əhəmiyyətini ortaya qoyur. İkinci bir tərəfdən, burada ən mühüm məsələ Qarabağın yenidən bərpası məsələsidir. Bu, təkcə Slovakiyanın yox, eyni zamanda Avropa İttifaqının mövqeyidir. Bu, eyni zamanda Avropa İttifaqının Qarabağın bərpası proseslərində Azərbaycana verdiyi dəstəyin bir ifadəsidir. Və təbii ki, bu proseslər Slovakiyanın təcrübəsində, Slovakiyanın Azərbaycana olan münasibətlərində, Slovakiya rəhbərinin şəxsən Şuşa şəhərində özünü doğma bir, belə desək, qonaq kimi yox, ev sahiblərindən biri kimi aparması da Azərbaycanın ona göstərilən səmimi doğma münasibətinin onlarda yaratdığı çox yüksək təəssüratın nəticəsi idi. Slovakiya bir mezo-iqtisadi əhəmiyyətə malik olan ölkədir. Yəni, həm kənd təsərrüfatı inkişaf edib, həm sənaye inkişaf edib. Sənayesi əsasən kimya sənayesi və maşın qayırma sənayesinə əsaslanır. Və belə deyə bilərik ki, burada kömür yataqları da var, neft yataqları da var. Amma əsasən çaylar üzərində hidroelektrik stansiyalarının tikilməsi, inşa olunması və dağlardakı, belə desək, xammal ehtiyatlarının çıxarılıb istismara verilməsi və emal müəssisələrinin də çox güclü şəkildə inkişaf etdiyi bir ölkədir. Belə deyə bilərik ki,
həm sənayenin inkişaf istiqamətləri, həm əkinçiliyin inkişaf istiqamətləri, həm heyvandarlığın inkişaf istiqamətləri Azərbaycanın öz tərəfdaşlarını çox doğru və düzgün seçdiyini göstərir və Azərbaycan da bu proseslərdə milli iqtisadiyyatın ixtisaslaşması baxımından diqqət edəndə Slovakiyanın milli iqtisadiyyatı ilə oxşarlıq olduğunu görməkdəyik. Həm kənd təsərrüfatının inkişaf etdirilməsi, həm sənayenin inkişaf etdirilməsi, həm də iki ölkənin müttəfiq olaraq yaşıl enerjiyə keçid sahəsindəki işbirliklərinin, həm də yeni prioritetlər müstəvisində ağıllı şəhər, ağıllı kənd konsepsiyalarının idarə olunmasında, ümumiyyətlə ağıllı şəhərlərin idarə olunması, bu bir fəndir, bu bir elmdir. Bunun tətbiq olunmasında və yaxud da dəyişikliklərin idarə olunmasında, kəmiyyət dəyişikliklərinin, keyfiyyət dəyişikliklərinin idarə olunmasında Azərbaycan-Slovakiya münasibətlərinin çox mühüm, olduqca əhəmiyyətli nəticələrini biz görməkdəyik. Təsadüfi deyildir ki, Azərbaycanda işğaldan azad olunan ərazilərdə, xüsusən də Şuşa şəhərində və Ağdam rayonunun Başqərvənd kəndində bütünlükdə kəndin yenidən qurulmasında Slovakiya şirkətlərinin iştirak etməsi və yaxud da orada inşa olunan məktəb binasının məhz elə bu şirkət tərəfindən inşa olunması Azərbaycanla Slovakiya arasındakı münasibətlərin düşünülmüş, məqsədyönlü, dəqiq müəyyən olunan hədəflərə xidmət etdiyini və həmin hədəflərin də əlçatan olmasını göstərməkdədir. Və deyə bilərik ki, Azərbaycanla Slovakiya arasındakı tarixi, iqtisadi münasibətlər həm ölkə başçımızın ötən ilin axırlarında Slovakiyaya olan rəsmi səfəri ilə daha da inkişaf mərhələsinə qədəm qoymuş və dövlət başçımızın Müzəffər Ali Başkomandanın da buyurduğu kimi 2024-cü ildə imzalanan strateji tərəfdaşlıq haqqında birgə bəyannamə ilə daha böyük bir inkişaf mərhələsinə qədəm qoyulmuşdur. Adından da göründüyü kimi strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, yəni qərarların birgə verilməsi, strategiyanın müəyyən olunması, hədəflərin birgə müəyyən olunması, iqtisadi proseslərin, islahatların və iqtisadi prioritetlərin birgə müəyyən olunması, hər iki dövlətin, hər iki ölkənin, hər iki xalqın, hər iki millətin bu proseslərdən səmərəli yararlanması məhz Azərbaycanla Slovakiya arasındakı prosesləri, inkişaf hədəflərini də ortaya qoymaqdadır. Mən bir balaca təhlillər apardım və aydın oldu ki, Azərbaycanla Slovakiya arasında xarici ticarət dövriyyəsi də artan dinamikada müəyyən dövrlərdə belə desək, pandemiyanın təsirləri, terror, müharibə təsirləri özünü göstərmiş olsa da, amma ümumi mənada Azərbaycanla Slovakiya arasındakı xarici ticarət dövriyyəsinin artan dinamikada təşəkkül tapdığını görməkdəyik. Məsələn, 2005-ci ildə 2 milyon dollardan artıq ticarət dövriyyəsi formalaşmışdır. Bu rəqəm müvafiq olaraq 2007-ci ildə 4 milyon tondan artıq olmuşdur. 2008-ci ildə 13 milyon tondan artıq olmuşdur. Üzr istəyirəm, dollardan artıq olmuşdur. 2014-cü ildə 19 milyon dollardan artıq olmuşdur. 2017-ci ildə 23 milyon dollar, 2018-ci 30, 2021-də 39, nəhayət 2024-cü ildə isə 46 milyon dollar həcmində xarici ticarət dövriyyəsi formalaşmışdır, qərarlaşmışdır. Yəni bu prosesləri incələyəndə, təhlil edəndə görürük ki, bu münasibətlərimiz xarici ticarət dövriyyəsi üzrə, iqtisadi əməkdaşlığın digər sferaları üzrə münasibətlər məqsədyönlüdür və eyni zamanda Azərbaycanın enerji təhlükəsizliyi sahəsində, Azərbaycanın yaşıl enerjiyə keçidi, rəqəmsallaşan iqtisadiyyata keçidi məsələləri Slovakiya tərəfindən həm də Avropa İttifaqının bir üzvü olmaq etibarı ilə dəstəklənir və Azərbaycan Respublikası ilə Slovakiya arasındakı münasibətlər təkcə diplomatik münasibətlər yox, eyni zamanda iqtisadi münasibətlərin, eyni zamanda sosial layihələrin reallaşdırılması üzrə münasibətlərin, ağıllı kənd, ağıllı şəhər konsepsiyalarının idarə olunması üzrə münasibətlərin ən gerçək formalarından birini təşkil etməkdədir. Cavad xanım, bir qədər geriyə gedək. Avropa diplomatiyasının rəhbəri Josep Borrellin dönəmində bu belə idimi? Təbii ki, belə deyildi. Hansı ki, biz bilirik bunu, cənab prezident də vurğuladı, siyasətdə elə bir korrupsioner məmurlarının olması, xüsusilə informasiyada çirkliyin yaranması, Azərbaycana qarşı hücumlarını, informasiya cəbhəsində hücumlarının olduğunu biz görürdük. Mən keçid almaq istəyirəm buradan Şuşa Qlobal Media Forumundan. Niyə? Çünki məhz dezinformasiya və informasiyanın düzgün çatdırılması istiqamətində Şuşa Qlobal Media Forumu xüsusi önəm daşıyır. Məhz həmin
korrupsioner məmurlara, eyni zamanda siyasətçilərə qarşı cənab prezident tutarlı cavablar verirdi. Məsələn, Şuşa Qlobal Media Forumunda da bu cavablar verildi. Mən istərdim dezinformasiya baxımından dəyərləndirək məhz Şuşa Qlobal Media Forumunu. Çox düzgün qeyd elədiniz. Şuşa Qlobal Media Forumunda cənab prezident birbaşa ad çəkməklə hətta Borel dönəmindəki Azərbaycan və Avropa münasibətlərindəki kəskin uçurumu xüsusilə qeyd etdi. Və bu uçurumun, yəni faktiki şəxsi münasibətlər yaxud da ki, ikili standartlar mövqeyindən hansı səviyyəyə gəlib çıxa biləcəyini analiz elədi və təqdim etdi. Biz orada bir şeyin də şahid olduq. Cənab prezident birbaşa vurğuladı ki, həmin dövrdə Avropada məhz Azərbaycana qarşı xüsusi qruplar formalaşdırılmışdı siyasi elita səviyyəsində və bununla nəticəsi olaraq iqtisadi, siyasi münasibətlər uçuruma yuvarlandı. Çox kəskin bir vəziyyət yarandı. Və əslində Qlobal Media Forum, Şuşa Qlobal Media Forumunun ənənələri və bundan əvvəlki media forumlarının müzakirələri, istiqamətləri də göstərir ki, bu cür platformalar həm medianın gələcəyinin müzakirəsi baxımından, həm də dövlətlərin, beynəlxalq təşkilatların qarşılıqlı münasibətləri, iqtisadi, siyasi münasibətləri baxımından həm də müzakirə obyekti kimi mühüm əhəmiyyətə malikdir. Bu baxımdan biz həm cənab prezidentin 2 gün əvvəlki çıxışında sualları cavablandırarkən detallı şəkildə verdiyi fikirlər, çatdırdığı fikirləri analiz eləsək, baxsaq və bu günə qədər olan prosesləri analiz eləsək və Qlobal Media Forumun 2-ci günündə dünən keçirilən panel iclaslardakı çıxışlar, müzakirə olunan məsələləri də analiz eləsək, baxsaq və bu mənzərənin bir daha şahidi olmuş olarıq. Təsadüfi deyil ki, cənab prezidentin köməkçisi Hikmət Hacıyevin fikrini qeyd etmək lazımdır. Burada qeyd olunur ki, bu media forum əslində medianın gələcəyi üçün ən alternativi olmayan bir platforma səviyyəsindədir. Yəni, artıq medianın müzakirəsi, medianın gələcəyinin müzakirəsi, bu çünki çox geniş bir məna kəsb edir. Xüsusilə də sosial şəbəkələr, sosial media məsələləri, dezinformasiya. Milli maraqlar məsələsi var. Bəli, milli maraqlar məsələsi. Bilirsiniz, burada məsələ necədir? Əslində, medianın və dezinformasiyaya qarşı, bu cür hücumlara qarşı medianın təşkilatlanmasının müəyyən mərhələləri var. Birinci, hüquqi təsisatların qurulması. Bu baxımdan Azərbaycan artıq bir mərhələni keçibdir. Çünki artıq media haqqında qanun qəbul olunubdur, təkmilləşdirmə prosesi aparılıbdır. Bu media istiqamətində institutların formalaşdırılması həyata keçirilir. Bu baxımdan Azərbaycanda hər hansı bir sual yaradacaq məsələ yoxdur. İkinci məsələ peşəkarlıq və media savadlığının artırılmasıdır və digər ölkələrin media mühiti ilə əlaqələrin genişləndirilməsidir. Və Qlobal Media Forumunda, Qlobal Media Forumunda bu proseslərin həyata keçirilməsi üçün ən ideal imkanları yaradan bir tədbirdir. Və digər məsələ də mediada ictimai etimadın formalaşdırılmasıdır. Bu, həm müharibə dönəmində, həm müharibədən sonraki dönəmdə Azərbaycan praktikasında bu artıq dəfələrlə sınaqdan çıxdı. Azərbaycan mediasının Azərbaycan cəmiyyətində öz ictimai etimadını formalaşdırması sübut olundu. Bunu hətta cənab prezident də dəfələrlə Azərbaycan mediasının fəaliyyəti ilə bağlı fikirlərində bildirmişdi. Bu baxımdan analiz edəndə Qlobal Media Forumu aspektindən yaşanan, yaxud da ikili münasibətlər istiqamətində müzakirə olunanda əlbəttə ki, bu məsələlərin analizini göstərir ki, media və ikili münasibətlərdə medianın funksionallığı indiki dövrdə ən aktual məsələlərdən biridir. Aydındır və biz qeyd elədik burada ki, bir çox istiqamətlərdə tezliklər var idi, mövzuları özündə əks elətdirirdi. Mən elə istərdim, məhz 4-cü Şuşa Qlobal Media Forumundan cənab prezidentin fikirlərini izləyək, davam edəcəyik. Orta dəhlizə gəldikdə Çindən Azərbaycan vasitəsilə və Azərbaycana daşınan yüklərin həcmi artır. Artıq qeyd etmişəm ki, biz ticarət limanımızın gücünü demək olar ki, 2 qat artırırıq və əsasən Çindən, həmçinin Mərkəzi Asiya ölkələrindən gələn yeni yük daşımalarının həcmlərinə güvənirik. Buna görə də burada qarşılıqlı münasibətlərin çox yaxşı tarixi
həmçinin bu dəhliz boyunca yerləşən bir çox ölkə ilə çox tərəfli əməkdaşlıq mövcuddur. Onu da qeyd etməliyəm ki, Azərbaycanda günəş enerjisinin inkişafı üzrə çoxsaylı layihələr həyata keçirilir. Çin şirkətləri bu sektora yalnız bu yaxınlarda investisiya qoymağa başlasalar da, Çindən kənar şirkətlərlə müqavilələr çərçivəsində Azərbaycanda quraşdırılan bütün günəş panelləri Çin mənşəlidir. Bu o deməkdir ki, investordan asılı olmayaraq Azərbaycanda gördüyünüz istənilən günəş paneli Çində istehsal olunur. Belə olan halda heç bir başqa ölkə qiymət və keyfiyyət baxımından Çin istehsalçıları ilə rəqabət apara bilməz. Yəqin təsadüf deyil ki, hazırda Çin şirkəti tərəfindən Azərbaycanda işləyəcək və ixrac ediləcək günəş paneli zavodunun tikintisi üçün böyük bir investisiya layihəsi həyata keçirilir. Sadıq müəllim, önəmli başlıqları qeyd etdi cənab prezident. Biz enerji məsələlərinə biraz sonra toxunacağıq. Amma indi istəyirəm ki, məhz danışaq orta dəhlizin ölkəmizə qazandıracaqlarından, gətirəcəyi faydalardan, yəni hal-hazırki vəziyyətdə belə üstünlükləri vardı. Yəni Azərbaycan həmin o üstünlüklərdən yararlana bilir. Uzun müddətli dövr üçün artıq bizə, ölkəmizə nə vəd edir orta dəhliz? Artıq bu sahədəki proseslərin gedişinə diqqət edəndə aydın olur ki, orta dəhliz klassik, belə deyək, ənənəvi tranzit marşrutu anlayışından çıxıb, bütövlükdə Avrasiyanın, belə desək ki, iqtisadi inteqrasiyasının əsas prioritetlərindən birini özündə əks etdirməkdədir. Və nəzərə alsaq ki, Azərbaycan Respublikası da coğrafi mövqeyinə görə hər iki Avropa ilə Asiya arasında əlaqələndirici bir körpü rolunu oynayır. Onda orta dəhlizin yük daşımalarının Azərbaycanın da əlaqələndirici rol oynadığı bir xətt üzrə fəallığı, çevikliyi və aktuallığı daha da artmaqdadır. Və təsadüfi deyildir ki, dövlət başçımızın da qeyd etdiyi kimi Çindən başlanan bu marşrut Avropaya qədər böyük bir xətti özündə əks etdirməklə daşınan yüklərin də həcminin ilbəil artmasını təmin etməkdədir. Və xüsusilə də Azərbaycanın qeyri-neft məhsullarının bu proseslərə cəlb olunması, Azərbaycanda bu proseslərə cəlb olunan belə desək, resursların əhatəsinin və həcminin genişləndirilməsi ölkəmizin ilkin mərhələdə belə deyə bilərik ki, bir məhsul sahəsi üzrə yox, çoxşaxəli, belə desək, sistematik şəkildə məhsul resurslarının əhatəsinin də genişlənməsinə gətirib çıxaracaq. Məsələn, deyək ki, bu proseslərdə tranzit gəlirlərinin artırılması məsələləri gündəmdədir, təbii ki. Amma, belə desək, logistik mərkəzlər baxımından inkişaf etmiş dünya təcrübəsinə baxanda, məsələn, deyək ki, Singapur, Rotterdam, Hong Kong, Hamburg kimi, Şanxay kimi logistik mərkəzlərin təcrübəsinə baxanda aydın olur ki, təkcə tranzit gəlirləri ilə yox, eyni zamanda qablaşdırma, yüklərin qablaşdırılması, sertifikatlaşdırılması, bu proseslərdə sığortalanma, ambarlaşma proseslərinin həyata keçirilməsində də demək, orta dəhliz imkanlarından səmrəli şəkildə istifadə olunacaq. Və təbii ki, bu proseslərə diqqət edəndə Azərbaycan bu sahədə kifayət qədər potensial yaratmışdır və bu resursların yaradılması üçün də kifayət qədər də investisiya ortaya qoymuşdur, yatırmışdır. Məsələn, deyək ki, Bakı beynəlxalq ticarət limanı, Ələt azad ticarət zonası, dəmir yolu xətlərinə və yaxud da avtomobil nəqliyyat kəmərlərinə kifayət qədər resurslar yatırılmış, investisiyalar yatırılmışdır. Və bütün bunların hər biri imkan verir ki, dünya təcrübəsinə diqqət edəndə aydın olur ki, bu proseslərdə logistika xidmətlərinin avtomatlaşdırılması sayəsində, gömrük prosedurlarının daha da sadələşdirilməsi sayəsində və eyni zamanda beynəlxalq standartlara xidmət edən qaydaların daha da mükəmməl şəkildə tənzimlənməsi sayəsində həyata keçiriləcək tədbirlər orta dəhliz imkanlarından da səmrəli istifadə etməklə
çox mühüm nəticələr verə bilər. Və təbii ki, bunlar orta dəhlizin sənayenin inkişafı sahəsindəki üstünlükləri ilə yanaşı, eyni zamanda nəqliyyat xərclərinin azaldılması sahəsindəki üstünlükləri də verə bilər. Çünki logistik xərclərin minimuma endirilməsi və yaxud da bu sahədə qənaətin əldə olunması ümumiyyətlə Azərbaycan iqtisadiyyatına, milli iqtisadiyyata və dövlət büdcəsinə gələn gəlirlərin də daxil olmaların da həcminin artırılmasına gətirib çıxaracaq. Ümumiyyətlə, bu proseslərə diqqət edəndə ixrac yönümlülüyün də əhatəsinin və ardıcıllığının da artmasında biz çox mühüm bir nəticələri görə bilərik. Yəni, orta dəhlizin imkanları Azərbaycana bu prosesləri də verəcək. Yəni ki, Azərbaycan ixrac yönlü sənaye məhsullarının yaradılması sahəsində də üstünlüklər əldə edəcək və bu sahədə sənaye müəssisələrinin fəaliyyətinin daha dinamik təşkil olunmasında, Azərbaycanın bütün regionlarında, iqtisadi rayonlarında bu proseslərə cəlb olunan resursların əhatəsinin genişlənməsində çox mühüm bir nəticələr əldə olunacaq. Mən deyərdim ki, çox üzr istəyirəm, sözünüzü kəsirəm. Təkcə burada sənaye əsas rol oynamır. Xidmət sahələri vardırsa, burada kənd təsərrüfatı da önəmli rol oynayır. Çünki alt bazasını kənd təsərrüfatı təqdim edir, belə deyək, həmin o kənd təsərrüfatı yönümlü aqrar müəssisələrin bugün südə, ətə və digər bu kimi xidmət sektorlarında lazım olan ərzaqları məhz kənd təsərrüfatı təmin edir. Yəni, bu bütövlükdə ümumi bir kompleks proqramın bir hissəsidir. Təbii ki, biz sənayenin inkişafını deyəndə məntiq etibarilə bizim alt bazası kimi, bəli, kənd təsərrüfatını görürük. Çünki onun xam mal bazası kənd təsərrüfatındandır. Kənd təsərrüfatının xam mal bazasını təmin etməsi eyni zamanda təkcə sənaye məhsulunu yox, onların ikisinin arasında olan aqrar sənaye inteqrasiyası müstəvisində emal müəssisələrinin də inkişafını, perspektivliliyini gündəmə gətirir. Və təbii ki, bu proseslərin qeyri-neft sənayesinin inkişafı sahəsində əkinçiliyin, meyvə və tərəvətçiliyin inkişafının həm də ixrac yönümlü sənaye məhsullarının içərisində məhz aqrar sənaye inteqrasiyası timsalında bu məhsulların da orta dəhlizin imkanlarından istifadə etməklə həmin xətt boyunca həm Cənubi Qafqazın iqtisadi potensialının artmasında çox mühüm bir göstərici olacaq, həm də ki, əlaqələndirmə baxımından Orta Asiyadan Avropaya qədər olan marşrutun daha da məhsuldar nəticələnməsini gündəmə gətirmiş olacaq. Belə bir misal vardı ki, bugün ticarəti, iqtisadiyyatı inkişaf edən ölkələr inkişaf etmiş hesab olunmur. Digər istiqamətlər də mütləq ki, lazımdır. Siyasi iradə, eyni zamanda idarəetmə keyfiyyətinin yüksəldilməsi və bu kimi önəmli detallar vacib hesab olunur. Siz necə qiymətləndirirsiniz? Bugün Azərbaycan bu istiqamətdə hansı nümunəni təqdim edir beynəlxalq aləmə? Və eyni zamanda mən deyərdim ki, Şuşa Qlobal Forumunda bir məsələdə diqqət çəkdi ki, Azərbaycan məhz hansı ki, 3-cü qrup ölkələrə bir meydan aça bildi, bir platforma ortaya qoya bildi ki, bəli, buradan siz sözünüzü beynəlxalq aləmə çatdıra bilərsiniz. Buyurun. Əslində, Cavadxan müəllim orta dəhlizi qeyd edəndə bir məsələ də burada ortalığa çıxır. Orta dəhliz əslində bir mənada sülhün də onurğası ola bilər və olma ehtimalı da böyükdür. Çünki dövlətlər arasında milli maraqlar təbii ki, əsas rol oynayır. Milli maraqların qorunması bu iqtisadi əsaslara da əsaslanır. İqtisadi maraqların da qorunması bu milli maraqların tərkibindədir və orta dəhliz həm Azərbaycanın, həm Ermənistan, həm də ümumiyyətlə region ölkələrinin milli maraqlarına birbaşa riayət edən bir layihədir, bir prosesdir. Və 4-cü Şuşa Qlobal Media Forumunun şüarı nədir? Sülhün təşviqində medianın missiyası. Ortalıqda əsas məsələ var, sülh. Və sülh də bir çox imkanları yaradır. Sizin qeyd etdiyiniz kimi, 3-cü ölkələr, yaxud da inkişaf etməkdə olan ölkələr, yaxud da öz istiqamətlərini, öz şüarlarını bir çox platformada çatdıra bilməyən, hətta BMT səviyyəsində belə çatdıra bilməyən ölkələr artıq öz müraciətlərini harda səsləndirirlər? Şuşa Qlobal Media Forumunda səsləndirirlər. Təsadüfi deyil ki, ötən gün Hikmət Hacıyevin çıxışında belə bir detal var idi. Qeyd elədi ki, bugün sülh təkcə diplomatiyanın fəaliyyətinin əsası ola bilməz. Sülh həm də kommunikasiyanın, medianın fəaliyyətinin əsasında formalaşan bir prosesdir. Və İstər Azərbaycan mediası, ümumiyyətlə region mediası, beynəlxalq media bu prosesdə öz fəaliyyətini göstərməlidir. Bu məsələnin birinci tərəfi. Sizin sualınızın ilk hissəsini qeyd eləmək istəyirəm. Azərbaycan artıq bunun üçün bir modelin formalaşdırılması illər əvvəl başlanıbdır.
Təsadüfi deyil ki, Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər təsdiqlənibdir və bu milli prioritetləri biz qeyd eləsək, dayanıqlı artan rəqabətə qabiliyyətli iqtisadiyyat. Bu çox mühüm məsələdir və Cavadxan müəllim də bayaqdan qeyd elədiyi məsələlər bəs bu prioritetlərin tərkib hissəsi kimi qeyd olunmalıdır. İkinci məsələ dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət. Bu artıq Azərbaycanın bir reallığıdır. Azərbaycan bu prosesdə istənilən parametrlər üzrə öz fəaliyyətini təqdim edir və bunlar nümunə olaraq da həm bu cür tədbirlərdə, forumlarda nümayiş olunur, həm də beynəlxalq tədbirlərdə bu bir praktik olaraq nümayiş etdirilir. Digər məsələ insan kapitalının formalaşdırılması. Bu gün idarəetmədə istər daxili, istər xarici proseslərdə Azərbaycanda insan kapitalından səmərəli istifadə olunmasının nümunələrini biz dəfələrlə görürük. Bunu biz Naxçıvan təcrübəsində də müşahidə edə bilərik. Yeni institutların, idarəetmə institutlarının formalaşdırılması, daha dinamik, peşəkar və operativ münasibətlərin göstərilməsi, bu artıq idarəetmədə yeni bir mərhələnin başlanğıcıdır, yaxud da artıq müəyyən mərhələdən sonraki artıq nəticələrinin gözlənilməsi. Bugün biz Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Naxçıvanda da bu institutların fəaliyyətini görürük. Digər məsələ işğaldan azad olunmuş ərazilərə böyük qayıdış. Artıq bununla bağlı biz müzakirələr və real rəqəmlər kifayət qədər o sözü deməyə əsas verir ki, görülən mega layihələr artıq bunu belə qiymətləndirmək lazımdır. Hətta bunu bir qədər orada yaşayan insanlar, yaxud da ki, orada o fəaliyyətlə məşğul insanlar qeyd edirlər ki, biz buradakı şəhərləri sıfırdan yox, -1-dən tikirik. Biz buradakı yaşayış məntəqələrini -1-dən yaradırıq. Çünki heç nədən yeni bir şəhərlər formalaşır. Bu cür Ağdam şəhəri, dağıntılar aradan qaldırılır, digər şəhərlərə baxırıq. Baxırıq. Orada görülən işləri görürük və yəni sıfırdan yox, artıq -1-dən başlanıb tikilən şəhərlər mövcuddur. Və ən əsası da bu milli prioritetlər içərisində təmiz ətraf mühit və yaşıl artım konsepsiyası məsələsi var. Bu da idarəetmədə əslində müasir dövrdə, hətta beynəlxalq münasibətlərdə belə əsas rol oynayan bir parametrlərdəndir. Cavadxan müəllim bayaq Slovakiya-Azərbaycan münasibətləri ilə bağlı qeyd edəndə məhz yaşıl iqtisadiyyatın nə qədər mühüm rol oynadığını, Avropa ilə də Azərbaycan arasındakı münasibətlərdə nə qədər mühüm faktor rolunu oynadığını qeyd elədi. Və digər bir məsələ də rəqəmsal dayanıqlılıqdır. Bundan əvvəlki qlobal media forumlarında da dəfələrlə müzakirə olunmuşdu və bu dəfəki forumda da bir daha bunun əsaslılığı bir daha qeyd olundu. Sizin qeyd elədiyiniz digər o məsələlərdən biri də bu forumun bir çox ölkələrə artıq söz platforması verməsi, söz yaratmaq, söz fikir bildirmə imkanının verməsi, bunu artıq Cənab Prezidentə ünvanlanan suallarda da bir daha gördük. İstər Ukrayna nümayəndəsinin Prezidentə müraciəti, sualı, istər Afrikadan, istər Polineziyadan, istər Argentinadan gələn suallar artıq bu media forumunun əhatə dairəsinin və ictimai sosial məsuliyyətinin nə qədər böyük olduğunu bir daha göstərir. Mən bu mövzuya qayıdacağım İlkin müəllim, hansı ki burada kolonial siyasətə məruz qalmış ölkələr var və bir də hal-hazırda işğala məruz qalan ölkələr vardı. Onların fikrinin çatdırılması məsələsində qayıdacağıq bu məsələyə, danışacağıq bu məsələni təbii ki. Amma digər bir məsələ var idi ki, hansı ki məhz enerji məsələləri yenidən diqqət mərkəzinə gətirildi və bildirildi ki, Azərbaycanda artıq günəş panellərinin istehsalına başlanılacaq. Yəni bu özlüyündə yeni bir sahədir və bu sahənin mənimsənilməsi, istehsalının təmin olunması xüsusilə diqqət mərkəzində qalan bir məsələdir. Və az öncə Cənab Prezident də bildirdi ki, məhz Çinlə əlaqələrdə bu istiqamətin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. İstərdim məhz Azərbaycanın elektrik enerjisi və digər enerji növlərinin ixrac məsələlərinə toxunaq. Təbii ki, bu proseslərdə qeyd eləmək lazımdır ki, Azərbaycanın günəş panellərindən istifadə etməsi və yaxud da istehsalına başlaması Çinlə Azərbaycan arasında olan münasibətlərin də bundan sonraki mərhələsində yeni bir səhifə açacaqdır. Və Azərbaycan Respublikası Slovakiya kimi, Avropa İttifaqı kimi, Çin kimi tərəfdaşlarla birgə mega iqtisadi layihələri reallaşdırdıqca Azərbaycanın özünün də daxili belə desək, istehsalı formalaşır. Təbii bir anlayışdır ki, özün nəyi yaradırsansa, başqasından onu almayasan. Yəni, idxal
idxaldan asılılığı azaltmaq üçün yerli istehsalı bu sahədə ixtisaslaşdırmalısan. Və təbii ki, Azərbaycanın bu sahədəki potensialının formalaşması, günəş panellərinin istehsalının həyata keçirilməsi bu proseslərdə birinci maya dəyərinin aşağı düşməsinə gətirib çıxaracaq. İkinci, bu proseslərdə daxili bazarın sabitlənməsinə, belə desək, daxili bazarın daha da sabit təmin olunmasına, qanunların bazar qanunlarının daha da işləkliyinə zəmin yaradacaq. Və təbii ki, valyuta axınının ölkə hüdudlarının daxilində qalmasına zəmin olacaq. Və bu da Azərbaycan Respublikasında maliyyə dayanıqlığının daha da güclənməsinə şərait yaradacaq əsas mühüm amillərdən biridir. Təbii ki, bu proseslərdə qeyd eləyə bilərik ki, günəş panellərinin istehsalının həyata keçirilməsi sənaye sahəsindəki çoxsahəliliyi də artıracaqdır. Məsələn, deyək ki, burada bir sahə üzrə yox, təkcə günəş panellərinin istehsal olunması sənaye yönümlü bir fəaliyyət sferasıdır. Amma bu, sadəcə olaraq günəş panellərinin özünün son məhsul olaraq ortaya qoyulması ilə yekunlaşmır. Amma buna qədər ki, proseslər var. Məsələn, deyək ki, şüşə sənayesinin inkişafı, məsələn, metal konstruksiyaların istehsal olunması, kabellərin istehsal olunması, enerji avadanlıqlarının istehsal olunması. Və həmin sahəyə aid yerli xam malın hərəkətə gətirilməsi. Bəli, hərəkətə gətirilməsi, həm də bu sahədə ixtisaslı kadrların hazırlanması, əmək resurslarından səmərəli istifadə olunması və yaxud da kimya sənayesinin və yaxud da bu proseslərdə daşımaçılığın ortaya qoyulması ilə logistikanın daha da canlandırılması, logistik xərclərin minimuma endirilməsi, logistik mərkəzlərin və logistik limanların işləkliyinin təmin olunması Azərbaycana çox mühüm bir avantajlar qazandırmış olacaq. Burada təbii ki, bu sənaye çoxşaxəliliyi ilə ifadə olunur. İkinci, texnoloji transfer və innovasiya fəaliyyəti. Azərbaycanla Çin arasında və yaxud da Azərbaycanla Slovakiya arasında, ümumiyyətlə tərəfdaş ölkələr arasında bu proseslərin həyata keçirilməsi eyni zamanda müştərək istehsal müəssisələrinin yaradılması demək olur. Müştərək investisiya layihələrinin ortaya qoyulması demək olur. Və bu proseslərin həyata keçirilməsi eyni, belə desək, ölkələrin bir vəhdət şəklində həyata keçiriləcək fəaliyyətdən yararlanacaq ölkələrin xalqlarının da rifah halının daha da yaxşılaşmasına gətirib çıxaracaq. Üçüncü bir sahə təbii ki, ixrac potensialının həyata keçirilməsi, formalaşması. Təbii ki, Azərbaycan daxili tələbatını ödədikdən sonra, yaxın gələcəkdə, Azərbaycan çox qətiyyətlə Mərkəzi Asiya ölkələrinə və yaxud da Avropa ölkələrinə günəş panellərinin ixracını da həyata keçirə bilər. Təbii ki, bu proseslər Azərbaycanda bir sosial dayanıqlığın gücləndirilməsini də təmin edəcək. Bu nə ilə müşahidə olunacaq? Məşğulluq imkanlarının artırılmasında yeni bir dəyərlər zəncirini formalaşdıracaq. Məsələn, deyək ki, bu sahədə fəaliyyət göstərə biləcək ixtisaslı kadrların, əmək resurslarının günəş panellərindən istehsalı proseslərinə cəlb olunması ilə elmi pedaqoji fəaliyyətin də bu sahədəki, belə desək ki, nəticələrinin də daha səmərəli olmasına gətirib çıxaracaq. Universitetlərimizi daha da yeni ixtisaslar üzrə kadr hazırlığında motivasiya edəcək. Məsələn, deyək ki, Naxçıvan Dövlət Universitetində mühəndis və memarlıq fakültəsində bu sahədə işlər həyata keçirilir. Yaxın gələcəkdə Azərbaycanda universitetlərdə iqtisadi yönümlü, sosial yönümlü, mühəndis yönümlü ixtisasların artırılması, süni intellektə söykənən, rəqəmsal texnologiyalara söykənən proseslərin həyata keçirilməsi məhz kadr hazırlığının bu sahədə günəş panellərinin yaradılması sahəsindəki potensialın daha da artırılmasına gətirib çıxaracaq. Və ümumi mənada isə regional sabitlikdir. Regional iqtisadi inkişafdır, milli iqtisadi inkişafdır, milli iqtisadiyyatın beynəlxalq iqtisadiyyata inteqrasiyasıdır və ən başlıcası isə Çinin Cənubi Qafqazdakı öz dayaqlarını gücləndirməsidir. Və Azərbaycan prezidenti forumda da qeyd elədi. Bizim tərəfdaşlarımız bizimlə birlikdə iş birliyində bütün ölkələrin xalqlarının səmərəli şəkildə rifah göstəricilərinin artmasına təminat yaradır. Məsələn, deyək ki, Füzuli rayonunda Mirzə Uluqbəy adına deməli məktəbin tikintisində Özbəkistan şirkətlərinin fəaliyyətinin təmin olunması və yaxud da yenə Füzuli rayonunda Uşaq Yaradıcılıq Mərkəzinin
tamamlanmasında Qazaxıstan şirkətlərinin fəaliyyətinin təmin olunması və yəni Azərbaycan Respublikası bu proseslərdə öz tərəfdaş ölkələri ilə birlikdə sənayenin inkişafında, kənd təsərrüfatının inkişafında, qeyri-neft sənayesinin inkişafında əməli və gerçək nəticələri ilə öz sözünü deməkdədir. Cəlal müəllim, cənab prezident həmişə bildirir ki, bizim təkcə qonşularımızla münasibətlərimiz yaxşı deyil, hətta qonşularımızın qonşuları ilə də münasibətlərinin yaxşıdır və yaxşı olmağını istəyirik. Və burada bir fikir yaranır. Şuşa Qlobal Media Forumu Qarabağ həqiqətlərinin əslində beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə fəaliyyətə başlamışdı və bu gələcək üçün necə düşünürsünüz İlkin müəllim? Sizcə xalqlar arasında bir dialoq platformasına çevrilə bilərmi? Sözsüz çevrilə bilər. Hətta bəzi məqamlarda artıq çevrilib deyə bilərik. Çünki bunu bəzi nümunələrini artıq biz müşahidə elədik. Bilirsiniz, bugün qlobal media məkanında böyük güclərin narrativləri var. Onların idarə istiqamətləri var, onların təsir imkanları var və onlar da hətta ən kiçik detaldan tutmuş böyük siyasi münasibətlərə qədər təsir eləyə bilirlər və bu baxımından bu cür mexanizmlərin, Şuşa Qlobal Media Forumu tipində mexanizmlərin işləşliyi əslində bu cür təhdidlərin də bir qədər qarşısının alma imkanı yaradır və az öncə də qeyd etdiyimiz kimi bir çox səsləri daha böyük platformalara çata bilməyən belə güc deyək ki, daha çətinliyə düşmüş yaxud da ki, müəyyən qədər kənarda qalmış dövlətlərin yaxud da fikirlərin belə platformalarda səslənməsinə gətirib çıxarır. Biz bu cür yanaşmanı bir də bu fikirlə qeyd edə bilərik ki, bugün Azərbaycan mediasında artıq modernləşdirmə həyata keçirilibdir. Və bu medianın modernləşdirilməsi medianın qlobal münasibətlərinə də təsir edir. Və qlobal media münasibətlərinin formalaşdırmasında Azərbaycanın ağırlığı, bu cür platformalarda ağırlığı Azərbaycanın istər siyasi, istər iqtisadi, istərsə də milli maraqları baxımından da söz haqqının daha geniş olmasına gətirib çıxarır. Biz Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi və bu sahədə fəaliyyətin artıq dəfələrlə qeyd etmişik. Yaxud da ki, Bakı Təşəbbüs qrupunun fəaliyyəti, qeydlər səviyyəsində görülən işləri qeyd etmişik. Forumun birinci günündə cənab prezidentin çıxışında nələr qeyd olundu? Fransanın dənizaşırı ölkələrdə, dənizaşırı ərazilərdəki həyata keçirdiyi addımlar. Hətta çox kiçik bir ərazilərdə 200-dən artıq nüvə sınaqlarının həyata keçirilməsi. Bu, ekoloji və digər demografik problemlərin yaranmasına səbəb olur. Məhz media forumda bu cür problemlərin, ədalətli yanaşmanın bir mexanizmin yaradır. Yaxud da ki, onlara bu təsir imkanları tətbiq edir. Nə mənada? Media bugün qeyd elədiyimiz kimi xüsusi bir gücü var. 4-cü hakimiyyət deyirik biz. Amma bunun daha ədalətli bir cəmiyyətin formalaşdırılmasında, beynəlxalq münasibətlərin formalaşdırılmasında, tətbiqində praktikalar məhduddur. Bəs Qlobal Media Forumu, Şuşa Qlobal Media Forumu, bundan əvvəlkilər və bu dəfəki Qlobal Media Forumu da bu cür imkanların genişləndirilməsinə bilavasitə dəstək verir. Və eyni zamanda biz həm qərbə, həm şərqə, həm şimala, həm cənuba göstərə bildik ki, biz həm öz fikir azadlığımızı, ifadəmizi çatdıra bilirik. Eyni zamanda məhz koloniyalar siyasətə məruz qalan ölkələrin, eyni zamanda işğala məruz qalan ölkələrin fikirlərini məhz beynəlxalq ictimaiyyətə çatdıra bilirik. Təşəkkür edirəm bu müddət ərzində. Həm də burada icazənizlə bir söz deyil. Media forum çox böyük bir əhəmiyyətə malik oldu. Ümumiyyətlə, media cəmiyyətin görən gözüdür, cəmiyyətin səsidir. Naxçıvan televiziyasının bu zəhmətkeş kollektivi də başda olmaqla bütün media üzvləri Azərbaycanda həyata keçirilən, xüsusən də işğaldan azad olunan ərazilərdə həyata keçirilən inkişaf, bərpa olunma, yenidən qurma tədbirlərini böyük bir sevgi ilə ictimaiyyətə tanıdır. Məsələn, elə şəxsən siz, Nicat müəllim, Zəngəzur dəhlizinin çəkilməsi ilə bağlı olan nə qədər sujetlərinizi böyük sevincisi ilə çatdırdınız. Təbii ki. Media həqiqətən də Azərbaycan xalqına Azərbaycanın sevincini, Azərbaycan xalqının sevincini dünya əhalisinə çatdıran ən mühüm operativ bir resurs mərkəzidir. Ona görə də ölkə başçımızın müdürçülüyünün də ən mühüm nəticələrindən biri də, ifadə formasından biri də odur ki,
və çox güclü siyasətçi təcrübəsinin bacarığının ifadə formasından biri odur ki, o bu qədər medianı Şuşa şəhərində toplaya bildi və Şuşadan birbaşa dünyaya mesaj verildi ki, Azərbaycan iqtisadiyyatını da, diplomatiyasını da, siyasətini də yalnız inkişaf üçün, yalnız xalqın rifahı üçün, yalnız ölkəsinin, ərazisinin daha da tərəqqisi üçün sərf edir və bunu da davam etdirir. Təşəkkür edirəm. Çox sağ olun. Bir daha minnətdarlığımı bildirirəm ki, bu müddət ərzində bizlə oldunuz. Və hörmətli tamaşaçılar, sonda qeyd etmək lazımdır ki, xüsusilə cənab prezidentin məhz verdiyi tezislər, qoyduğu istiqamətlər ondan ibarətdir ki, sülh üzərində köklənir Azərbaycan, qonşuları ilə, qonşularının hətta qonşuları ilə dostluq münasibəti yaradır. Nəticə itibarilə inkişafı hədəfləyən hər kəslə yaxşı münasibətləri qorumağa çalışır. Sağ olun, növbəti efir vaxtında görüşənədək.